Göyçay rayonunun Cəhri kəndi, bax, su artsan. Vırılmayıb. Bax, cəmaat qalıb belənçinə. Su maşınları zaten hamısı gözləyir. Dünən həftənin bazar günü olubdur. Dünənlərim artsan vırılmayıb. İş gün olmadığına görə artsan vırılmayıb. Bugün həftənin birinci günüdür. Bax, qalmışıq bu vəziyyətdə. Ya kəndə su açılıb, ya bura maşınlara su verilir. Su miqrasiya müdürü Sadiq müəllim saat 10'un yarısıdır. Paşda 10'a qalıbdır. Hələ heç bir tədbir görülmür. Suyun nümayəndəsi nə vaxt gələcəksə, onda su vurulacaq. Və maşınlar hamısı düzülübdür bura. Su maşınlarıdır. Kəndə su getmir. Yəni nə vaxt işçi gələcək bura, nə vaxt gəlib icazə verəcəklər, onda vurulacaq. Bax, qalmışıq bu vəziyyətdə. Balaca maşınlar da burada gözləyir. Şəhid bulağı var. Oradan su götürmək istəyirlər. Bax, qalıblar belənçiyinə. Su götürənmirlər. Yəni vırılmayıb. Gəlib nə vaxt qapını açacaqlar, putkanın qapısı açılacaq, onda su vurulacaq. Onlar da oturublar, öz keyflərini nə vaxt istəsə, onda gəlib icazə verəcəklər, su vurulacaq. Yəni xahiş edirik, bununla bağlı bir tədbir görülsün.